Bud çanaq oynağı ultrasəs müayinəsi. Körpələrdə, yeni doğulanlarda 0-6 ayına qədər baxılır. Şüasız müayinədir, daxilə invaziya yoxdur ki, hər hansı bir çətinliyi olsun bu müayinənin. Uşaqlarda bəzən hər iki bud çanaq oynağında displeziyalara, orta dərəcəli displeziyalara və çox az hallarda da tam çıxıqlara rastlayırıq. Özəlliklə də bu qız uşaqlarında olur və sol bud çanaq oynağı nahiyəsində dediyimiz sol tərəfli çıxıqlar. Qraf metodu ilə bunu ultrasəs müayinədə dəyərləndiririk. İlk öncə analar, gənc analar özəlliklə nə demək istəyirəm buradan? Diqqət etsinlər, 1 aylıq uşağın nə zaman ultrasəs müayinəyə gətirilməlidir? Normalda hər bir uşaq doğulduğu andan etibarən ultrasəs müayinəsinə gətirilə bilər, bud çanaq oynağı müayinəsi üçün. Və əgər hələ müayinədə olmamısınızsa, uşağınızı aparmamısınızsa radioloqa,